Axşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir. Hər birinizi salamlayıram. Aleyküm salam. Askersin klubun 2026-cı ilin iştirakçıları. Mən də bütün bizi izləyənlərə salamlayıram. Klubumuzun iştirakçıların 11 iştirakçıdan 10 dənəsi iştirak edir. Hakim heyətində iştirak edir. İştirak edəməyənsə Cabir qaladır. O da üzürlü səbəblərdən iştirak edə bilməyir. Buradan da onu salamlayırıq. Sağ olun. Və qonaqlarımız da var. Qonaqlarımızı da salamlayırıq. İstəyərik ki, Əziz Ağsaqqal bir açılış eləsin. Ondan sonra biz suallara cavab verərik. Hoş gelmişsiniz. Ben de hamd salamlayıram. Uğurlar arzulayıram hamınıza. Mən sizin yarışı çox bəyənirəm. Nə mənada? Ona görə ki, siz 2 dəfə uçurdursunuz. Çox vaxt deyirlər ki, şansdır, bəxti getirdi. 2 dəfə belədir ki, yəni nəticə varsa ikisində də göstərməlidir. Birində göstərsin, birində yox. Çox gözəl nəticədir, fikirdir. Mən bəyənirəm. Qeyd edeyim ki, sizin qaydalarda çox değişikliklər var. Nə mənada? Adam var ki, kuş gəlir aşağı, gezir 2 saat, 3 saat, 4 saat, 5 saat, o da sayılır. Sizdə o yoxdur. Kuş yerində uçmalıdır. Əgər yerindən çıxıb aşağıda gəlib 3 saat, 5 saat uçursa, onu siz ləğv edirsiniz. Onu yarışdan çıxartırsınız kuşu. Çox gözəl fikirdir. Mən deyərdim ki, siz əsl köhnə qaydalarla, dədə-baba qaydasıyla quşçudursunuz. Allah sizə xeyir versin. Gözəl nəticələr alırsınız. Bir də hamımıza belə bir sual vermək istəyirəm. Nəyə görə məhz Askersin klubu? Askersin klubun qurmaqda məqsəd, birinci məqsəd, belə deyək, say məhdudiyyətidir. Yəni, klubuda say çox olanda istədiyimiz qaydaları tətbiq eləyə bilmirik. Və ikinci, ən əsas qaydalardan biri də 2 dəfə quş uçurtmaq. 2 dəfə quş uçurtmaq, indi 2 dəfə quş uçurtmaq haqqında danışacağıq. Yəni, Askersin klubun qurmaqda məqsəd, əsas məqsədlərdən biri 2 dəfə quş uçurtmaq və məhdud say qoymaq, yəni iştirakçı sayını məhdud eləmək. Məhdud sayda ona görədir ki, biz müəyyən qaydalar var, onu çoxluqda, toplumda yəni qoya bilməkdə o qaydaları. Amma az olanda o qaydaları biz rahat şəkildə tətbiq edə bilirik. Bunun üçün Askersin klubu qurulub. Eşber bəy vurğuladığı kimi Askersin klubu 2 dəfə uçurtmaqdır, düzdür məqsəd. Nəyə görə 2 dəfə? Ən böyük məqsəd budur, 2 dəfə uçurtmaqdır. Ona görə ki, bir çox məqsəd var, bir çox səbəb var. Yəni, mən onlardan 3-4 dənəsini saya bilərəm. Birinci səbəblərdən biri odur ki, yəni 2 dəfə uçurtmaqda, məsələn, təsadüf sayılır. Məsələn, mən də özüm də kimsə uçurdanda, məsələn, 50 saat yığır, fikirləşirəm ki, o bir dənə də 50 saat yığsa, mən ona deyərəm ki, əhsən. Yəni, həqiqətən o 50 saatı yığdım. Yəni, təsadüf deyil. Bunu sübut eləmək üçün. İkinci bir, belə deyək, Bakıda bilirsiniz, elə havalar var ki, kuşu uçurdursan, baxsan ki, kuşun öz saatı deyil. Öz saatından qat-qat artıq uçur. Bu da yəni, buna da təsir göstərir 2 dəfə uçurtmaq. Deyək ki, bir dəfə o havaya düşüb, ikinci dəfə düşməyə bilər. Yəni, kimdəsə, məsələn, gördün ki, uçdu 70 saat, 80 saat, ikinci dəfə uçdu 30 saat. Haradasa fikirləşsən ki, əgər bu həqiqətən quşu öz gücünə uçdusa, quşbazlığına görə uçdusa, elə ikisində də uçardı. Və üçüncü bir səbəb, biz məsələn, quş uçurtmaqda, yarış təşkil eləməkdə məqsədimiz odur ki, yəni təkmilləşirik də, yəni irəli doğru gedirik. Quşumuzu düzəldirik, quşbazlığımızı təkmilləşdiririk, öyrənirik, belə deyək. Biz məsələn bir dəfə uçurduruq, 10 ilə nəsə öyrənməkdənsə, biz elə bunu yəni 5 il pillələri bir-bir yox, 2-2 qaxlarıq. Yəni niyə 2 dəfə uçurtmayaq? Yəni onsuz da bizim məşq uçuşlarımız olur. Təbii ki, hamının da məşq uçuşunda normal saatlar olur. Niyə Yəni, belə? vaxt itirməyək də. Hə, yarışa yazılmasın. Sonra belə deyək, görürsünüz ki, fikir verirsiniz, hər il nəticələr məsələn fərqli-fərqli iştirakçılarda olur. Amma əslində belə olmamalıdır. Çünki
biri var məsələn stabilsə, kiminsə quşu uçur. Əgər bunun quşu yaxşıdırsa, elə hər il nəticə göstərsin. Pissə, yenə hər il göstərməsin. Bu da bir əsas məqsəd sayılır. Məsələn, o 2 dəfə uçurdu, çempion kim olursa, məsəl üçün Fariz. Əgər bu 60 saat yığıbsa, çempion olubsa, heç olmasa ikinci saatı da buna uyğun olsun. Biz bilək ki, həqiqətən də Fariz yetişdirici. Yəni bunun quşu 65 saat uçdu. Bu təsadüf deyil. Biz və onu izləyənlər. Hamı bilsin ki, hamıya sübut olunsun ki, bu təsadüf deyildi. Bunun quşunun gücü də var idi, quşbazlığı da var idi. Əsas məqsədlərdən biri budur. Kimin quşunun gücü nəyə qadir edə bilinsin? Təbii ki. Həm öz gücü, həm də quşunun gücü də belə deyək. İştirakçı sayı nə qədər olacaq? Qrupun bugünkü gün 11 iştirakçısı var. Bu gələcək iştirakçı sayı maksimum 15 olacaq. Yəni minimum nə qədər olacaqsa, maksimum 15-dən çox olmayacaq. Və hər il 15 nəfərin axıra qalan 5 nəfəri, yəni 10-cu yerdən sonra, yəni tutmayanı, tutub zəif nəticə göstərəni B qrupu olacaq. Yəni öz klubun öz tərkibində B qrupu. Onlar oradan məcburi çıxarılacaq. Məcburi. Yəni B qrupuna gəlir. Əgər könüllü çıxan olmazsa, yəni bugünkü də məsələn mən özüm ara vermək istəyirəmsə, avtomatik mən çıxıram, qalır 4 nəfər. Yəni 4 nəfər çıxmalıdır orada. Maksimum 15 nəfər olacaq və o 5 nəfər hər il zəif yığan, nəticə yığan 5 nəfər B qrupuna keçiriləcək. Yeni iştirakçı əlavə olunacaq. Yenə say 15 nəfər Yəni olacaq. yalandan qrupa qoşulub quş uçurmamağın qarşısını alacaq. Yeni iştirakçı necə seçiləcək? Yeni iştirakçı məsələn belə götürək. Birinci onun ən tez müraciət etməlidir. Yəni bugünkü gündə mən məsələn bu gündən məsələn bu kluba demişəm ki, mən də sizlə quş tutmaq istəyirəm gələcəkdə. O qeyd olunacaq ora. Məsələn doktor Müşfiq qeyd olunub. Başda. Demək yəni üstünlük veriləcək birinci ən tez müraciət edən iştirakçıya. Yəni bu nəyə görə deyilir? Deyək ki 15 nəfər deyib ki, məsələn mən sizin klubda quş tutmaq istəyirəm. Biz də indi 15 nəfərdən 5-ini seçməliyik. Bu 5-ini seçmək üçün də nə etməliyik? Xoşumuza gələn 5 nəfəri seçdik, yox elə deyil. Orada yəni qaydalara əsasən birinci məsələn kimlər müraciət edib, ilk 5-likdə kimlərdir? Birinci o nəzərə alınacaq. İkinci onun həmən iştirakçıların yarışda göstərdiyi nəticələr nəzərə alınacaq. Deyək ki, məsələn baxsan ki, orada 5 nəfərdən məsələn biri çox yarışlarda yaxşı nəticələr göstərib, bizə də yaxşı iştirakçı lazımdır. O seçiləcək və üçüncü tərəfdən də qrup iştirakçılarının, indiki qrup iştirakçılarının rəyi daha çox kimədir? Yəni, tez seçilən 5 nəfər, 6 nəfər və yaxud da ondan sonra yaxşı nəticə göstərənlər, məsələn, orada və qrup iştirakçıları da orada göstərir ki, məsələn, filan kəs, filan kəs, filan kəs. O 5 nəfər qatıldı qruba. Yəni, kluba, bizim kluba qatılmaq üçün bu qaydalar var, bu şərtlər var. Bu qaydalar əsasında o 5 nəfər seçildikdən sonra artıq iştirakçı sayı olarsa, deyək ki, məsələn, 5 nəfər seçmişi A qrupuna düşdü. Bu danışdığımız 5 nəfər A qrupuna olan, yəni əsas qrupa düşən iştirakçılardır. Ondan sonra məsələn, orada yerdə qalanlara da belə bir təklifimiz olur ki, bizdə B qrupu da var. B qrupuna düşdün, biz gələn o biri növbəti ilə iştirakçını qıraqdan seçməyəcəyik. Həmin B qrupundan seçəcəyik. Yəni, sən o B qrupunda varsansa, sənin gələcəkdə A qrupuna düşmək üçün şansın daha çoxdur. Yəni qıraqdan gələnə yox, daha çox B qrupunda olana üstünlük veriləcək. Yəni oradan seçiləcək A qrupuna. Belə bir sualım var da. B qrupunda maksimum nə qədər iştirakçı olacaq? B qrupunda maksimum 10 nəfər. Maksimum. A qrupunda 15 nəfər, B qrupunda 10 nəfər. İndi biz bunu təqribi deyirik, ola bilər gələcəkdə baxarıq çoxdur, 5 nəfər artırarıq və yaxud da 5 nəfər azaldarıq. Bu say dəyişən ola bilər. Yəni bu ilkin olaraq təyin olunmuş sayılar, yəni o dəyişə bilər. Yəni 2026-nın yay sezonundan bağlıdır da, yəni nəticələr Bu nasıl? danışdığımız 2027-yə aiddir. Yəni 2026-nın yarış iştirakçıları artıq seçilib, nədir budur. Yəni bu danışdığımız söhbət 2027-yə. B qrupu 2026-nın yayında qərar. Yəni ola bilər ki, mən belə istəyirəm. Məsələn, mənim özümə də deyən olub. Mən də sizin kluba qoşulmaq istəyirəm. Baxsan ki, yəni mənfəətli, mədəni adamdır. Heç məsələn yarışlara qoşulmayıb, birinci dəfə qoşulub. Yəni qalıb belə də, indi mən nətər deyim, hələ çox var, vaxta çox var. Yəni fikirləşməsin də, vaxta çox var. İndəndən desin ki, mən qoşulmaq istəyirəm. Yəni biz bilək ki, həm o insan iştirakçı qalıcı olur. İndidəndən deyilsə, onun üçün
gözü bu qrupdadır. İstəyir ki, bu qrupun bir iştirakçısı olsun. Və yaxud da yarışa 3 gün qalmış, mən də sizin, əlim yaxşıdır, mən də sizin klubda quşudum, yox. Bizə daha çox daimi qalan iştirakçı, daimi quşudan iştirakçı lazımdır ki, bu da ki, qabaqdan müraciət, yəni 3-4 ili fikirləşib qoşulan iştirakçı. Ona görə bu qayda tətbiq olunub. Salamlayıram, mən də hamını xoş gəlmişsiniz. Bildiyimiz kimi, burada Asköyərçin klubunun rəsmi ofisidir də, yəni belə deyim, burada inşallah bütün yığıncaqlarımızı çalışız yığanlar ki, mənlərlə burada qeyd edəyək, Allah qoysa. Mən istəyərdim bu klubun üzvlərini sizə təqdim edeyim. Sənandır, Ərəbov, hamınız tanıyırsınız. Demək olar ki, yarışmalar açılandan, bütün yarışmalarda demək olar ki, hamısında az da olsa, çox da olsa həmişə iştirak edib, həmişə öz əməyini sərf edib orada, sağ olsun. Mən deyərdim ki, birinci gündən bu yarışmalar açılmalıdır, şəxsən onun əli olub. Xəyyam qardaşımızdır, Ramadan uçurducu bu il qoşulub, keçən ildə yarışmalarda quş uçurdu, nəticələr göstərib. Əkbərdir, məncə təqdimata ehtiyacı yoxdur. Artıq hamı bilir ki, yəni Əkbər bir neçə dəfə çempionluq titulunu göstərib, yəni indi də inşallah bu ildə Asköyərçin klubunda yaxşı iştirakçılardan biridir. Farizdir, biz Farizi bir 3 ildir mən bilirəm ki, yaxşı nəticələr göstərir. İnşallah bu ildə çox yaxşı nəticə gözləyir. Orada yarışmalar açılandan elə bütün yarışmalarda iştirak edib. Salih qardaşdır, binədəndir qoşulub. Salih qardaşla birinci ildə inşallah bir klubda quş uçurducuyuz. Allah qoysa onda nəticələri bu il Allah qoysa görəcəyik inşallah. Sonra Elçindir. Elçin də artıq biz Elçinlə neçə illər birbirimizi tanıyırıq. Elçin də bizim klubun fəxri iştirakçılarından biridir. İnşallah ondan da yaxşı uçuşlar gözləyirik. Sonra Bəhlul qardaşdır. Bəhlul qardaşda mən tanıyandan elə heç bir yarışmanı bırakmayıb. Bütün yarışmalarda özü şəxsən quş uçurdu. Sağ olsun, heç kəsin ürəyini görməyib. İndi belə inşallah bizim yarışmadadır. Sağ olsun ki, yanımızdadır. Sonra Eyvaz qardaşdır. Bu illəri çox gözəl nəticə göstərdi. O da mən elə quşbazlıq edəndə mən az vaxt eləsəm də, yəni görürəm ki, Eyvaz bütün demək olar ki, hər bir yarışda yəni bir neçə dəfə iştirak edib və nəticələr göstərib. Müşfiq qardaşdır. Müşfiq qardaş da qolundan uçurdacaq. O da hər il demək olar ki, yarışmalara qoşulduğu nəticələr göstərib. Osman da bizim bu il hakimimizdir. Sərxan da video çəkir. Həm blogerimiz, həm hakimimiz və ondan da əlavə bizim hər bir iştirakçı elə zaten hakimdir. Yəni hər bir iştirakçının rəyi bizim üçün əsasdır. Yəni burada olanların hər biri həm iştirakçı qismində, həm də ki, hakim qismində iştirak edəcək. Bir də ki, Cabir qardaşımız hal-hazırda burada yoxdur Bakıda. Yəni onu da dəfələrlə onun yaxşı nəticələrini görmüşük və hər dəfə demək olar ki, nəticələri yüksək nəticələr olub və mən onun bir quşbaz kimi yəni bizlə olmağına çox sevinirəm. Bir də ki, qonaqlardan demək istəyirəm, Həcəmi bizim ağsaqqalımızdır. Allah onu başımızdan eksik eləməsin. Amikdir, məsəl üçün Atosunda başqa qrupda iştirak edir, gəlib bugün qonaq qismində bizlə buradadır. Bir də ki, Elşən qardaş da ki, indi də Azərbaycanda rekord saatlardan birini göstərmiş adam kimi. Yəni bizim həm qardaşımızdır, həm dostumuzdur. Bizim qrupda iştirak eləməsə də, yəni hal-hazırda bizdən bir qonaq kimi iştirak edir. Allah köməklici olsun. Allah xeyirlisi olsun. Mən yaxın yalnızım. Gücüm çatana qədər əlimdən gələnlər deyərəm. Allah razı olsun. Yarışa qeydiyyat nə vaxt başlayır, nə vaxt bitir? Ümumiyyətcə, qeydiyyat demək olar ki, yoxdur. Nə barədə yoxdur. Çünki bu ilin qeydiyyatı bağlanıb. Yəqin ki, bu sualı belə gələcək 2027 il üçün soruşdum. Biz izləyənlər üçün də maraqlı olanlar üçün. Maraqlı olan, yəni qoşulmaq istəyənlər üçün. Demək olar ki, qeydiyyat indidəndən başlayır. Yəni, məsələn, nə qədər tez olsa, o da nə deməkdir? Yəni, indidəndən əgər müraciət edibsə, məsəl üçün, biz 5 nəfər nəzərdə tutmuşda, yer dolubsa, qeydiyyat bağlanmış deməkdir. Onun üçün də yəni vaxt təyin eləməmişik, ona uyğun vaxt təyin eləməmişik. Çünki say çox azdır. Biz ona vaxt qoysaq bir ay, birdən kimsə deyər, mən qoşulmuşam. Ona desək yer dolub, yer nətər yer dolub, vaxt qurtarmır. Ona görə yəni çaşbaş olmasın deyə vaxt söhbəti yoxdur. Yəni yer dolana kimidir də belə deyək. 5 nəfər. Məsələn 2027-də quşurdacaq, amma indindən müraciət eləsə yaxşıdır. Çünki həm A qrupu üçün, həm B qrupu. Bəli. Çünki yer çox azdır.
Təbii ki, mən yəni söz vermirəm ki, o elə müraciət edən kimi biz onu qoşacağıq yarışa. Təbii ki, o düşəcək siyahıya, siyahıdan biz onu seçəcəyik. Yəni 15 nəfərin, 10 nəfərin, 5 nəfərin, 3 nəfərin arasından seçəcəyik. Yarışa qoşulmaq üçün sadə bir şeydir. Bir kəlmə deməsi ki, mən sizin klubunuzda iştirak eləmək istəyirəm ki, ola bilər 2027 ola bilsin 2028. Və kimə biraz eləmək lazımdır? Yəni elə insan var ki, Sərxana, sənə və Osmana. Yəni onlar daha məlumatlı olanlar. belə deyim də, kanalda bu videonun altında əlaqə nömrəsi yazılacaq. Həmin nömrə ilə əlaqə saxlayıb. Mənim nömrəm sizin nömrəniz. Fərqi yoxdur. Onsuz da məndə Ha, 200-ün nömrəsi 2026 üçün yox, 2027 üçün. Sizin belə deyək də, klubda iştirakçısı, digər klublarda uçurda bilər quş. Yox. Və yaxud ki, məhdudiyyət var ona. Belə deyim. Burada məhdudiyyət necədir? Bizdə qayda olaraq ümumiyyətlə qayda var ki, Azərbaycan üzrə, Bakı üzrə keçirilən yarışlarda bizim iştirakçı başqa yarışmada quş uçurda bilməz. Bunun səbəbi nədir? Bunun səbəbini izah edeyim ilk öncə. Səbəbi odur ki, belə deyim, bu daha öncəki illərdə yarışmalarda bu hadisələrlə dəfələrlə rastlaşmışıq ki, məsəl üçün də bir klubda uçurduq, hansı iştirakçı nəticə yığa bilməyib. Sonra gedib başqa klubda yaxşı nəticə göstərdi. Və onun yaxın ətrafı ancaq bu yaxşı nəticədən danışaraq artıq bu birisi klubda olan nəticəni, yəni göz qabağına real olan nəticəni göstərməməyə çalışırlar. Yəni bu dəfələrlə biz bunu görmüşük. Ona görə biz bu qanunu kluba açanda da bunu qərar verdik. Yəni bizim klubda uçurdan başqa klubda gedib uçurda bilməz. Bir dənə burada istisna hal nədir bizdə? Qəsəbə yarışmaları var. Məsəl üçün, Salih qardaşgilin Binə qəsəbəsində yarışması var. Misal üçün, Eyvazgilin Nasosunda yarışması var. Sonra Ramanlı yarışması var. Bilməm, indi müəyyən, məsəl üçün, sabah ola bilər ki, məsəl üçün, Biləcəri yarışması olsun və ya Binəqədi yarışması olsun. Yəni, kənd içində olan yarışmada bizim iştirakçı gedib quş uçurda bilər. Amma ki, qaldı böyük yarışmalara, Bakıda keçirilən bir neçə böyük yarışmalar var. Onlarda bizim iştirakçılar qətiyyən quş uçurmağı, yəni mümkündür, bu qayda olaraq biz bunu qoymuşuq. Səbəbini də izah elədim. Qaldı ki, başqa məncə bu qədər də var idi. Quş tutmayan iştirakçısı nə gözləyir? Klubun məsələn reytinqi aşağı düşməsin deyə, yəni bugünkü gündə məsələn klubda 10 dənə iştirakçı var. Bunun 9-unun quş tutmağı o demək ki, bu klub çox yaxşı klubdur. Orada quş tutmayan iştirakçını klubdan kənarlaşdırılmaq gözlənilir. Bayaq onu qeyd elədim. Yəni axıra qalan iştirakçılar klubdan çıxarılacaq. Yəni A qrubundan klubun əsas belə deyək də qrubu var, A qrubu. Oradan çıxarılacaq. Çünki biz istəmirik klubun reytinqi aşağı düşsün. Yəni quş uçurtmayanı çox olsun. Ona görə quş uçurtmayan iştirakçını və yaxud da ki, bir dəfə quş uçurdan iştirakçını klubdan kənarlaşdıracağıq. Yəni bu mənə də aiddir, Elvinə də aiddir və başqalarına da aiddir. Yəni bu deməkdir ki, quş uçurtmayan iştirakçının kimliyinə asılı olmayaraq B qrubuna keçiriləcək. Mən də bir şey istəmə əlavə edeyim bula. Belə deyim də, biz dəfələrində 2-3 ildir mən bu yarışmalara qıraqdan bir baxıram, yəni görürəm nə var, nə yox. Dəfələrlə görmüşəm ki, iştirakçılar var ki, məsəl üçün, düzdür, iştirakçılar var, qrupa qoşulurlar, qrupa kömək eləmək üçün. Yəni ki, istər maddi cəhətdən, istər mənəvi cəhətdən, yəni qrup iştirakçıların yanında olmaq üçün, qrupun inkişafı üçün əziyyət çəkirlər. Amma iştirakçılar da var ki, sadəcə yarışmaya qoşulurlar, yəni quşlarını satmaq üçün, yəni belə deyim də, satış eləmək üçün, sonra quşlarını reklam eləmək üçün. Yəni bizə belə iştirakçı lazımdır ümumiyyətlə. Yəni biz konkret olaraq rəqabət aparmaq üçün yaratmışıq bu qrupu. Yəni baxmayaraq ki, hamımız çox yaxın dostluq bir-birimizdən, hamımız bir-birimizin evinə gedib gələn adamlarıq. Amma biz rəqabət aparırıq öz aramızda. Yəni bu rəqabət də şirin rəqabətdir. Yəni düzgün, şirin, yəni belə deyim də, yəni mən bu qrupu seçməyimin də səbəbi odur ki, yəni həqiqətən də bu qrupda mən rəqabəti, yəni düzgünlüyü, yəni gələcəyini görürəm bu qrupun. Yəni çalışacağıq ki, inşallah fikirləşdiyimiz kimi olsun. Yarışda quşun təkrar saatı üstündə, yoxsa toplam saatı? Belə deyək, bizdə yarışın prinsipi, yarışın əsas prinsipi toplam saatdır. Yəni az göyərçin klubu səhv başa düşülməsin deyə onu izahını vermək istəyirəm. Yəni bizdə əsasən götürülür, çempion məsələn təyin olunacaq 2 dəfə, ikisində də ən yüksək nəticəni yığmış iştirakçı. Yəni çempionluq belə təyin olunacaq. Orada həmən iştirakçı
ayrı-ayrı quşlar da uçurda bilər. 12 dənə ayrı quş, 12 dənə ayrı quş və yaxud da eyni quşlar da uçurda bilər. Bunun çempionluğa Birinci və ikinci dəfədə, yəni. hə, heç bir təsiri yoxdur. Təkrar uçan quşlar isə ayrıca mükafatlandırılacaq. Yəni çempion bununla təyin olunacaq. 2 dəfə uçurtdu, məsəl üçün 70 saatın üstü toplandı, bölündü ki, ən yüksək nəticə oldu. Mükafatlandırma, sertifikatlaşdırma daha doğrusu quşlar arasında olunacaq. Təbii ki, sertifikat hər iki yarışda da 7 saatın üstü, hər ikisində də. Birinci yarışda da, ikinci yarışda da. 7 saatı aşıran quşlara 7-8 arasına 3-cü dərəcəli sertifikat veriləcək. 8-10 arası, yəni 10-a qədər ikinci dərəcəli sertifikat veriləcək təkrara, həm o yarışda, həm bu yarışda və ondan üstün, ondan çox saat yığan quşlara isə birinci dərəcəli sertifikat və qızıl üzük veriləcək o quşlara. Yəni yarışda bir dəfə 15 saatda uçmuş quşa heç bir mükafatlandırma verilmir. O nə saat uçubsa da, məsələn 7-dən yuxarı hansı saat uçubsa da, ikinci yarışda da onu təkrar uçmalıdır. Əgər uçmursa, o quşa heç bir mükafatlandırma, sertifikatlaşdırma verilmir. Bizim yarışın prinsipi, yəni belə deyək, əsas toplam sahada olduğu üçün iştirakçıya məhdudiyyət qoyulmur. Eyni quşları uçurtmalısan və ya da fərqli quşları uçurtmalısan. Biz daha çox quşa yox, biz yetişdiricini, yəni quşbazı daha çox seçmək istəyirik də, yəni quşbazlığı daha çox yarışdırırıq. Çünki biz belə fikirləşirik ki, biz klubumuzda belə qərara gəlmişik, əsasən quşbazlıqdır. Yəni quşbazlığı olan quşu düzəltməyi bacaracaq. Amma ya quşu güclü olan, quşbazlığı olmayan, yəqin ki onu yavaş-yavaş korlayacaq. Ona görə biz quşbazlığı güclü olanı, yəni nətər demək, toplam saatı ona görə üstün tutmuşuq ki, bir yetişdirici, bir iştirakçı quşu uçurdursa, hər iki təpə 70 saatı aşırırsa eyni quşlardan və yaxud da fərqli quşlardan, demək bu bacaracağı var, yəni quşbazlığı var. Çempionluq da ona düşür. Əkbər, istərdim bir sual verim sənə bu uçuşla əlaqədar. Bu sizin qaydalarda dəyişikliklər olub, aşağıda uçan quşu nəzərə almayacaqsınız. Onu zəhmət olmasa açıqlama verərdiniz ki, hansı qaydada, necə bunu təyin edəcəksiniz? Demək, biz aşağıda uçan quşu, belə deyək, cihaz vasitəsilə, yəni gözlər fərqli gördüyü üçün və yaxud da ki, fikirlər müxtəlif olduğu üçün gözlə görünəni nəzərə almayacaq. Yəni cihazla quşu video keçəcəyik, orada baxacağıq. Əgər quş görünürsə, müəyyən məsafə var. O məsafəyə gəlib çatıbsa, o eniş eləməyə gəlmiş quş sayılacaq. Yəni cihaz belə bir şeydir ki, mənim də həyətimdə, Bəhlulun da həyətində, o birinin də həyətində eyni məsafəni göstərəcək, eyni göstərəcək də. Yəni orada da Cihaz nə deyirsən misal? Cihaz məsələn telefon. Telefon kamerasından kəsirik, baxırıq ki, quş aydın artıq görsənir. Yəni söz keçirəm belə deyim də, yəni belə sual yaranır, sualdan sual çıxır. Məsələn telefonda 1-dən 100-ə kimi piksel var da, hansı piksellə, hansı zonla? Yəni yaxınlaşdırılmamış. Telefonun orijinal kamerası nədir? Çıxardısan çəkməyə, yəni birdən başlayır da, deyək məsəl üçün birlə. Orada hamının həyətində eyni olsun deyə telefonu hakim qaldırır göyə, quşu çəkir, aydın açıq telefonda görsənirsə, bunu atır qruba, həmin saatdan quşun eniş eləməyə gəlmiş saatı sayılır. Yəni ki, onun öncə 1 saat vaxtı var. Orada görsəndirsə, onun 1 saat vaxtı var. O quş necə təyin olunacaq? Rənginə görə və yaxud da nəyinə görə? Quşlar rənglənəcək. Mən qaydaları açıqlamadım videoda. Çünki qaydalar ən çox vacibdir quş uçurdanlara. Yəni quş uçurtmayanın qayda ilə o qədər belə deyək də fikir bildirməyi və yaxud da qulaq asmağı əsas quş uçurdana lazımdır belə. Sözsüz bu məlumat da verir ki, bu məlumatı da yəni deyir ki, qaydalarda ciddi dəyişikliklərdən biridir. Yəni xoşa gələn qaydalardan biridir. Ona görə cihazla ona görə deyilir ki, hər həyətdə eyni məsafə olsun. Yəni məsələn söz-söhbət çıxmasın. Biri deməsin ki, yox mənim quşum aşağıya gəlməmişdi, siz onu aşağıda gördünüz, yarım avans üstündədir. Belə söhbətlər olmasın deyə telefonla kəsiləcək, qruba atılacaq. Həmin saatdan quşun eniş vaxtı, yəni enişə gəlmiş vaxtı yazılacaq. 1 saat maksimum vaxt veriləcək ona. Düşdü, saatı nədir yazılacaq. Düşmədisə, nədirsə, onun saatı qeydə alınmayacaq. Fariz, belə bir sual verin məsələn. Neçə ildir bu yarışlardasan? Nəyə görə misal üçün As klubu? Belə deyək də, As klubunda standart istilik var. Ən gözəli odur.
Sonra aşağıda uçan quş heç bir şəkildə sayılmır. Gəldi, ürkdü. 5 adam birinin əlinə telefon düşdü, ya biri axsırdı, ya nəsə də. Yəni aşağıya gələn quşun avtomatik 1 saat vaxtı var da. Göydən çıxdısa 1 saata düşməlidir. Mənə yəni çox şey qane eləyir də. Plus da mənim qardaşlarım hamısı burada quş uçurdursa, mən niyə gedib başqa yerdə quş uçurmalıyam? Yəni özümüz bir yerdə şirin münasibət, şirin mehribançılıq, sonra şirin rəqabət gedir. Burada nə var ki? Nəyə pis işi bu? Mən üçün qəşəngdir. Əladır, ona görə də gəlmişəm, seçmişəm. Salih qardaş, siz nə üçün seçmisiniz Asgərçin klubunu? Yəni cəlb eləyən nədir, fərqlilik nədir? Mən əslində təkliflər gəldi, Cabirdən təklif gəldi ki, belə bir qrup yaradılır Ask klubu da. Yəni burada qaydaların biri 2 dəfə quş uçurmaqdır. Mən çox, necə deyərlər, sərf elədi. Həm mən üçün öz quşlarımın damazlığına seçməyə 2 dəfə eyni quşlar çalışacağım, uçurdum. Yəni fərqli quşlar yox. İstisnalı hava itkilər olur, yada görsən hava dəyişir, quş itirirsən. Maksimum dərəcədə çalışacağım ki, eyni sastavı uçurdum, eyni komandanı uçurdum ki, yəni özüm üçün maraqlıdır, mənim damazlı quşlarım hansılardır, hansı quş mənim xadivat edəcək, hansı eləməyəcək. Yəni bu mənim üçün prioritet budur, özüm üçün damazlı quşları seçmək. Ondan əlavə də kollektiv. İkinci sualım da o idi ki, kollektivdə kimlər var? Elə bir adamla adını çəkdilər ki, məsələn, mən onları daha güclü, yaxşı, profesional quşbazlar kimi tanıyıram. Güclü quşbazların da içində rəqabət aparmaq irəliləyiş deməkdir. Mən bilirəm, hamı üçün irəliləyiş olacaq. Reputasyon qalxacaq. Sənin məqsədin nədir bu Asgərçin klubunda qoşulmaqda? Məqsədim odur ki, Asgərçinlər klubuna qoşulmaqda özümü daha da təkmilləşdirim. Yəni, məsəl üçün, quş uçurmağımı daha da professionallaşdırım. Çünki mən bir saatı burada yarışdığım iştirakçıların çoxsu, yəni bundan qabaqki yarışlarda daha, məsəl üçün, yaxşı nəticələr göstəriblər. Yəni, istəyirəm ki, bir daha özümü 2 dəfə uçurmaqla, yəni daha da professionallaşdırım ki, daha da təkmilləşim də quşbazlıqda. Yəni, nə vaxtacan, məsəl üçün, quş uçurdum özüm üçün oturum, baxım, 1 saat, 5 saat. İstəyirəm ki, bir ortaya nəsə çıxarda bilim də, quşbazlıqda nəsə eləyə bilim. Özüm üçün bir təşmil bir şey çıxarda bilim ortaya. Asgərçin klubu da belə bir şeydir ki, bir quşu uçurtduq deyək ki, bir dəfə uçurmuşuq, tutaq ki, yığılmışam 50 saat. Gələn səfər mən bunu kimsə mənə deməsin ki, bu 50 saatı papıtka yığmışsan, ya sudsanlı yığmışsan, bunu olsa da çox deyirlər ki, bu saatlar buna görə yığılır. Ki, istəyirəm, məsəl üçün, 1-2 dəfə daha ispat edeyim ki, mən bu quşu bacarıram da uçurmağı. Yəni, göstərə bilməyi bacarıram. Şərt deyil də, məsəl üçün, quşum var, nə olsun var, amma uçurmağım da olsun, bu quşu göstərə bilmək qabiliyyətim də olsun. Yəni, bunu görmüşəm, bu Asgərçinlər klubundakı 2 dəfə uçurmaq, məsəl üçün, bu yarışlarda irəliləyişi gördüyümə görə qoşulmuşam. Həqiqətən də belə fəxr edirəm ki, mən bu cür qardaşlarla indiki yarışda yarışacağam. Sağ ol, qardaş. Yəni, bir dənə də şey mən deyim ki, həqiqətən də yəni, bizim qrupda əgər kimsə bir dəfə quş uçurdur, məsəl üçün, 80 saat yıxsa belə, o bizim üçün göstərici deyil. Yəni, maraqlı deyil. 80 saat yığmışam, daha quş uçurmayacağım, mən 80 saat üçün, bizə maraqlı deyil. 80 saat bir dəfə quş uçurmaq bizim üçün adi bir şeydir. Yəni, hamı bu qrupda ona edir. Ən azından növbəti təbədə 2 dəfə, heç olmasa 40 saat ikinci səfərdə olsun göstərməz. Yəni, sən həqiqətən quşbazsın və quş uçurda bilirsən. Yəni, bayaq da Əkbər qeyd eləmişdi orada bizdə. Bakı həqiqətən belə bir yerdir ki, burada dəfələrlə mən özüm şahid olmuşam, havalar olub ki, yəni 3 saat uçan quş 10 saat dayanır. Yəni, mən o quşu əgər özüm bilirəmsə, özümü alladıramsa və bunu cəmaata 10 saatlıq kimi təqdim edirəmsə, deməli, bu quşbazlıq inkişaf edə bilməz. Yalandan, yəni bunu quşbazlığın inkişafı kimi göstərmək, qələmə vermək məncə yaxşı bir şey deyil. Yəni təsadüf saatlar deyil. Hə, təsadüf saatlar. Elvinin sözünə əlavə eləmək istəyirəm ki, yəni bəzən elə havaları tutan quşbazlar olur, bir də ki, mənim özüm heç quşu uçurduram və etiraf eləmək istəmirəm ki, bu mənim quşumun gücü deyil da. Mən yəni hətta belə bir belə danışıram ki, bunlar elə həmişə belə uçurdu. Amma yəni biz də yəni azdan çoxdan quş uçurduruq. İndi azdan çoxdan məsələn başımız çıxır da havadan da, quşdan da azdan çoxdan deyirəm ha. Bu biri var məsələn də real quşbazlığa çıxar deyək ki, mən bu hava, mənim quşumun bu saatı 7 saat idi. Bunu nəsə oldu bu 10 saat uçdu. Təbii ki 7 saatda uçan quşlar görürsən 10 saat uçur. Bu başqa söhbət. Amma mən neçə dəfə yarışlarda da, yarışdan kənarda şahidi olmuşam ki,
İndi biz də birlikdə həmin havada o da uçurdur, biz də uçuruq. Baxırıq ki, bu quş həddindən artıq dayandı. Bu gün quşlar dəhşət saat dayandı. Həmin gündə kimsə yarışda quş uçurdu. Mən görmədim ki, kimsə etiraf eləsin ki, məsələn, yoldaşlar, izləyicilər, mənim quşlarımın normal saatı 7-8 idi. Bu gün havanın fərqliliyindən quşlar artıq dayandı. Mən yəni heç etməmişəm bunu heç bir quşbazda. Bəlkə mən də deməmişəm, yəni mən özümü də deyirəm, yəni kimisə qırağa qoymuram. Amma bunu qıraqdan kimsə görür. Məsələn, mən görürəm. Mənim kimi bir neçə quşbaz görür ki, mənim quşumun cüzü o deyildi. 7-8 tutan quşuydu, havada saxladı, biraz artıq uçdu. Biz bunu nətər demir, etiraf eləyə bilsək, İnkişaf da eləyə bilər. hə, amma etiraf eləyə bilmirik də, görürük ki, Bir şey qeyd eləmək istəyirəm ki, yəni quşbazlığa yeni başlayan adamlar var. Yəni çalışaq ki, bu yeni başlayan adamları düz yola aparaq da. Yəni olmayan şeyləri onlara axtarmağa çaşdırmayaq da. Yəni mən belə deyirlər 3 ildir mən quş saxlayıram. Sizin hamınızdan belə deyim də, Dərcəm də bağışlasın mənim, Dərcəm bizdən yaşda çox böyükdür, Allah onun canını sağ eləsin. Amma yəni mən 3 ildə gördüklərimi sadəcə deyə bilərəm ki, heç kəs yəni quşbazlardan quşun 2 saat gəlməyindən danışmır. Bir dənə quşbaz görməsən ki, zəng eləsin ki, bugün quşlarım 2 saatla gəlib girdilər evdə. Bir gün 10 saat uçacaq, hamısı ondan danışacaq. Gəlin bu 10 saatları, yəni 5-6 saatı, 7 saatı da deyək, 2 saatı da deyək, 10 saatı da deyək ki, qıraqdan baxan quş saxlayanlar həvəsdən düşməsinlər. Öz həyətində olan, bəlkə də onun yaxşı 5-6 saatlıq quşu, 7 saatlıq quşu bizim 10 saat uçan quşumuzdan artıq idi. Yəni onun gözündən salmayaq. Yəni quşun real saatları var, bunu hamı bilir. Yəni o real saatlarda çalışaq ki, o 10 saatlıq quşu da gələcəkdə əldə etmək üçün bu 5-6 saatlıqdan, 7 saatlıqdan bəlkə yapışaq ki, 10 saatlıq quşları da ortaya çıxarda bilək inşallah. Belə yəni mən biraz fikirlərimi, yəni üzr istəyirəm Əcəm səndən. 7 saat uçan elə 10 saatı da uçur, 11 saatı da uçur. Neçə ildir bu yarışlardasın sana belə deyək də, iştirakçı olmuşsan, kənardan izləmirsən. Səhv eləmirəmsə 2-3 ildir yarışlara qoşulmuşsan da. Yəni 2026-da Asgərsin klublarına qoşulmada məqsədin nədir və nəyə görə qoşuldun? Məqsəd odur ki, 11 nəfər hamısı dost qardaşlar. Elin zəng eləmişdi, təklif elədi, qoşulduq. 2 dənə də 60 saat üstü inşallah uçurdacaq. Maşallah. Allahın qismətini göstərəcək. Hamısı da dostdur, qardaşdır. Mən burada 2 nəfər rəqib görürəm. Biri doktor Müşfiqi, bir də Elbeni. Ay maşallah. Yəni inciməsinlər, ay heç kəs. Maşallah, halal olsun. Halal. Öpürəm səni. Halal. Basdırma, belə gəlirlər. Budur quşbazdır. Məncə bu 70 saat üstü Əkbər qardaş dedi, çətin bir saat deyil. Çünki qardaşların demək olar ki 90%-in qapısında olmuşam. Aşağı yuxarı onun yuxarısını da görmüşəm, onun aşağısını da görmüşəm. Və inşallah ki qardaşlar yaxşı hazırlaşar. Bir də yaxşı hava, Allahdan istəyirəm ki, yaxşı havalar olsun və qardaşların əziyyət heç getməsin ki, quş uçsun. Bizə burada Eyvaz qardaş keçənləri 66 saat toplayıb. Həmçinin başqa keçənləri Həzi Elvin 60 saat toplayıb. Bir də Bəhri qardaş da, Əkbər qardaş da, Fariz qardaş da, Cabir qardaş da hamısı yaxşı nəticələr olub. Müşfiq doktorun özü də yaxşı nəticələr olub. Yəni bu elə bir saat deyil. Əsas hava, inşallah yaxşı havalar olacaq. Qardaşlar da yaxşı hazırlaşsın. Yaxşı saatlar arzu edirəm Allahdan. Allah hamısı malına mülkünə bərəkət versin. İnşallah gələn bu vaxtda yaxşı danışarıq. Asgərsin klubunda belə deyək də köhnə yarış iştirakçıları da var, yeni yarış iştirakçıları da var. Yəni şükür Allah hamısı yaxşı nəticələr göstərdi, rezultat göstərdilər. Məsuliyyətli belə deyək də öz işinə, quşbazlığına məsuliyyətli insanlar var. Yəni bu klub iştirakçıları ilə özünüzü bir nömrə görürsünüz yoxsa hələ-hazır deyilsiniz ona? Belə deyək, ümumiyyətcə biz klubda hələ quş tutmamışıq. Ümumiyyətcə biz özümüzü bir nömrə görmürük. Nəyə görə görmürük? Biz deyə də bilərik, biz bizim nömrəyik, bizdən yoxdur, yəni eləyik, tərifləyə də bilərik. Amma bu düzgün olan bir şey deyil. Ümumiyyətcə belə bir şey var, o deyir, elin gözü tərəzidir. Yəni, klubu bir nömrə eləyən, klubu yaxşı eləyən, klubu yaxşı göstərən nəticələrdir. Düzdür, bizdə yaxşı iştirakçılar var, yaxşı nəticə göstərənlər var. Məsəl üçün, birincilik, ikincilik əldə edən iştirakçılar var, hər il quş uçuran iştirakçılar var.
Amma buna baxmayaraq biz heç vaxt deyə bilmərik ki, bizim klub bir nömrədir. Biz o zaman deyə bilərik, yenə də bir nömrə deməliyik. O zaman deyə bilərik ki, bizim klubumuz digər klublardan çox yaxşıdır. Nəticələrimiz yaxşı olar, göstəricilərimiz yaxşı olar, ən çox saatlar bizdə olar. Bugünkü də məsələn klubun 70 dənə iştirakçı olmağı o demək deyil, o yaxşı klubdur. Və yaxud da ki, bir klubda 20 ildir davam edir, o demək deyil, o klub yaxşı klubdur. Klubun ən yaxşı göstəriciləri nədirsə, yaxşı göstəricilər. Deyək ki, məsələn 10 dənə iştirakçısı var bir klubun, orada 9'u quş uçurdur. 8'i də 50 saat üstü nəticə göstərir. O kluba kim deyə bilər ki, o zəif klubdur, pis klubdur. Yəni mən də pisləsəm, o da pisləsə, hamı görəcək ki, elə deyil. Klubun nəticəsi var. Klubda əziyyət keçənlər var. O klubun belə deyək də yüksək saatları var. Və belə deyək, ümumiyyətlə bu qaydalarla, yəni biz məsələn dəyişən qaydalarla, iki dəfə quş uçurtmaqla klubun hədəfi var. Bizim klubun hədəfi var. Bizim klub hədəfinə çatarsa, biz klubumuzu bir nömrə deyən, biraz bəzi adamlar düzü deyir bir nömrə. Yəni biz bunu deyə bilmərik. Mən heç təklif eləyərəm, heç kəs də deməsin. Deməsin, necəsə quşu biz bugünkündə tərifi yığışdırmışıq. Göstəririk, yəni surdub göstəririk. Klubları da yəni göstərək, tərifləməyək ki, bundan yoxdur, o belədir, bu belədir. Göstərək. Nəticələr sözündə. Nəticələr sözündə. Nəticələr göstərsin ki, yaxşı klub hansıdır. Yəni bu kimisə pisləyib, kimisə tərifləmək demək deyil. Bu danışıq klublar arasında rəqabət olmağı deməkdir. Hər bir klub çalışsın ki, məsələn, orada nəticələri yaxşı olsun. Deyək ki, məsələn, mən klubun hakimiyəm. Mənim marağım olsun ki, mənim iştirakçılarım, bizdə uçurdan iştirakçılar yaxşı nəticə göstərsin. Yəni mən deyim, məşəmə var, uçursunlar, nə olar. Bunu deməyim. Yəni can atın ki, klubun formalaşması üçün, məsələn, reytingin qalxması üçün mən çalışım ki, klubda yaxşı nəticələr olsun. Az göyərçin klubun hədəfi, yəni bilirsiniz ki, burada 2 dəfə quş tutmaqdır. 11 dənə iştirakçı var. Bir dənəsin qoyuruq qırağa, bir iştirakçı indi hər şey ola bilər, tutmaya bilər və yaxud da quşları xəstəlik tuta bilər. Qoyuruq qırağa 10 dənə iştirakçının üst-üstə 120 dənə, 100 dənə quş eləyir. Əgər bu 100 dənə quşdan 40 dənəsi təkrar saat göstərərsə, yəni birinci yarışda 7 saat, həmçinin ikinci yarışda 7 və üstün göstərərsə, 40 dənə quş. Ümumi klubumuzun 10 iştirakçısı üst-üstə olaraq, yuvarlaq olaraq 50 saatı aşırarsa, yəni biri 70 yığar, biri 63 yığar, yəni ümumi 10 dənə iştirakçıların 2 dəfə uçuşunun bölüb saatını sayaraq üst-üstə 500 saat olarsa, yəni həriyə 50 saat düşərsə və bizdə çempion olacaq iştirakçı 2 dəfə 70 saatı aşırarsa, Az göyərçin klubu hədəfinə çatmış deməkdir 2026-cı ildə. Təbii ki, 2027-də növbəti hədəfləri olacaq. Onda biz klubumuz yaxşı klubdur deyə bilərik. Digər klublardan fərqlidir deyə bilərik. İndi biz quş uçurtmamışıq, onun üçün heç nə deyə bilmirik. Amma mən inanıram ki, bizim klubumuz və iştirakçılarımız elə iştirakçılardır ki, fərqlənən klublardan biri olacaq. Yəni bu yeni qrupda uçurmamız. Mən də bir şey əlavə eləmək istəyirəm. Yəni bu bizim qrupda qəyaqdakılar qeyd edir ki, biz yəni quşbaz yarışları, quşbaz yetişdirməyə çalışırıq. İndi azdan çoxdan burada olan quşbazdan hamısı bilirlər ki, çox quşxanada onsuz da yaxşı quş var. Bu Bakı quşu da dünyada zaten tanınır. Biz yəni bu günləri bir 3 dəfə, 5 dəfə yarışmada quş tutmanı Bakı quşunu dünyaya tanıtmayacaq. Bakı quşu tanınmasaydı dünyada, Qazaxıstandan, Özbəkistandan, Moskvadan gəlib bizim quşlarımızdan alıb, Türkmenistanı alıb aparmazlar. Bu quş zaten tanınır bütün dünyada. Sadəcə olaraq bir quşu danışıqla yox, uçuşla göstərməliyik. Bu uçuşla da göstərmək bu yarışların hesabına olacaq. Yəni biz yarışlarda quş uçurda, həqiqətən də dünyada maraq oyanacaq, görəcəklər bu quşu. Yəni biz tanıdacaq zaten. Amma bugünkü gün bizim ilk növbədə hədəfimiz yaxşı quşbazı ortaya çıxarmaqdır ki, o quşbaz o əlində olan yaxşı, belə deyim, o quşları xərab eləməsin, göstərə bilsin. Və bunu da əlavə eləyim ki, məsələn, belə deyək də, biz bir-birimizin balaca nöqsanları olurdu. Məsələn, mən burada hədəf səsləndirdim. Sən də bunu yaddaşında saxladın. Yarış bitəndən sonra yaxşı olar ki, sən və digərlər, izləyənlər də sual versinlər ki,
Asgərçin klubu siz hədəfinizə çatdınızmı? Yəni dediyiniz nəticələr oldu mu sizə? Əgər bizdə oldusa, biz deyək ki, həm sevinək, həm də biraz qürurlanaq ki, bəli, biz hədəfimizə çatdıq. Yalandan danışmadıq da yəni. Əgər çatmadıqsa, nətər deyim, biz böyük danışmayaq da. Çatmadıqsa deyək, yox, bu il çatmadıq, amma inşallah çalışacağıq, gələn çataq. Yəni mən səndən də elə bir xahiş eləyərəm ki, gələn yarışdan sonra protokollara baxaraq, nəticəyə baxaraq sən mənə bu sualı verərsən. Bunlar yazıldı mən yaddaşıma. Sağ olsun, amma o da deyək ki, hər ilin özəl bir istiliyi olur da. İl var ki, daha isti olur, il var ki, görsən sərin olur. İndi istiyi də nəzərə alıb biz o şey deyirik ki, yəni normal istidə, yəni normal saat göstərmək olur. Mən istəyərdim ki, klub iştirakçılarının hamısı buradadır. Yəni mən dediyim nəticə, yəni klubun hədəfi ağırdır, yoxsa normaldır, yoxsa zəifdir? Bunlar da öz fikirlərini bildirsinlər. Mən deyərdim ki, belə deyək, ağırdır, 70 saat həqiqətən də ağır saatdır. Yəni onun ikisini də uyğunlaşdırıb 70 saata çatdırmaq daha ağırdır. Necə 70? Yəni 2 yarışda hər yarışda. Əlbəttə 2 dənə yarışın ikisində də 70 saat. Yəni bu çempiondan söhbət gedir ha. Yəni ən çox nəticə yığılmış. Yəni belə deyək də, çempion üçün çox ağır saatdır. Amma kimsə toplayarsa doğrudan da elə əladır, gözəldir. Ondan gözəl nəticə. Faiz mən ağır demərəm. Quşun varsa ağırlıq söhbəti demərəm. İkisini də yəni. Mən 2 dəfə quş uçurdum, onun fərqini tutmuşam da. Yəni quşun quşdusa, yəni niyə də ağır olsun? Təbii ki, bir dənə quşun atqaz gedəndə saatın 65-ə, 63-ə düşəndə 70 aşıra bilmirsən. Bir dənə quşun atqaz gedəndə. Belə deyək də, biz 70 qoyursa, əgər 68 yığılırsa, birində 70-ə, bu da 70-ə bərabər saatdır da yəni. Lap 65 yığılırsa. Yəni bu 70 indi doğru dildə deyilir. Biri 30 saat, biri 70 saat yığılsa, əlbəttə o yaxşı nəticə deyil. Hədəfimizə çatmamış olarıq. Oxşar bir nəticə olsa, valla yaxşıdır. Yəni ona görə də o olmaq üçün də quşun quş olmalıdır. Yəni ay bunu becərim, onu becərim yox. Əlində məhsul olsa, yaxşı bir quş olsa, o hədəfə çatmaq mən biləni hamıda var. Normal hədəfdə belə. Normaldır. Mən onu yəni çətin görmürəm. Quş uçurduq görmüşəm. Saleh də o haqda bir fikir bildirsin əgər klubun hədəfi haqqında. Mənim də fikrimcə 65-70 saat belə normaldır. Yəni elə çətin deyil. Mənim fikrimə görə. Sadəcə söhbət nədən gedir? Quşun cinsi olsa, yəqin ki, burada seleksiyoner də hardan gəldi quş gətirmirlər. Tanıdığın quş varsa əlində, normal hava şəraiti tutsun, 70 saat, 68 saat, yəni normaldır, çətin şey deyil mənim fikrimə görə. Belə deyək də, tək o haqda klubun hədəfi, yəni 3 hədəfdir də, yəni. O biri hədəfləri haqqında danışan ən maraqlısı da məsələn səni ən çox maraqlandıran bilirəm ki, o təkrar uçuş bayəsindədir. 100 göyərçindir uçurdacaqda indi üst-üstə təqribi deyirəm. Buradan 40 dənəsinin məsələn təkrar saat göstərmək, yəni 7-nin üstü hər iki yarışda. Ağır hədəfdirmi yoxsa normal hədəfdirmi? O əslində ağır, amma məsuliyyətli bir şeydir. Yəni olmayacaq bir şey deyil. Quşbazın özünə çox fayda verəcək bir şeydir o. Təbii ki, olmayacaq bir şey yoxdur. O hamısı nədəndir? Məsələn, mən də uçursam, tanıdığım quşları uçurdacağam. Mən maksimum bir vurğuladığım kimi maksimum eyni quşları uçurdacağam. İtkim olmasa da, yəni həmin komandaları uçurdacağam ki, mənim eyni quşu 2 dəfə həmin saatları göstərsin mənə. Yəni o mənim üçün daha prioritetdir də, onu istəyirəm. O da əlində əgər tanıdığın quş varsa, təbii ki, ondan sən həmin nəticəni götürmək olar. Elə bir problemli bir şey deyil o. Yoxdursa, yəni elə olur, məsələn, bala quş uçurdurlar adətən, bala quşlarda da biraz problem olur. Bir var hazır quşun olsun, bir var bala quş uçurdasan, yəni mart balası, aprel balası. Bu biraz padvaprosda, yəni ki, sol altında da... İtkisi də çox olur. İtkisi çox olur, çünki formalaşmıyor. Yəni o quşun, necə deyərlər, sən uçurdumsan, eyni havaya öyrəşib, bir dəyişik havaya düşən kimi bala stres keçirir. Biz də deyirik ki, o bizi padvat edir. Əslində də deyil. Çünki o havanı görməmişdi. Məsələn, davamlı xəzriyə gilavara çördürsən, 2 dəfə, 3 dəfə baxıb, o çevirir hava, Bakının havası, hamımız bir də burada yaşayırıq. 2-3 dəfə çevirən kimi bala atqaz elədi, hamımız düşünür atqaz edir, amma heç kim fikirləşmir. Məsələn, fikirləşənlər fikirləşir, yəni qıraqdan təcrübəsi olmayan fikirləşmir ki, o bala stres keçirdi, yəni o hələ tam formalaşmayıb. Belə bir nüanslar var, o nüanslar olmasa,
İnşallah hazır formalaşmış quşlarımızı uçursuq. 65-70 saat normaldır. Yəni 2 dəfə az kateqoriyasına uçurmaq olar. Yəni həmin sertifikatı götürmək olar. Mən o 40 quş saydım mən. İstəyərəm o haqda da fikir bildirəsiniz. Çünki bu hədəf klubda ümumiyyətlə danışılmayıb. Yəni bu dəqiqə yazılan hədəfdir. Yəni təqribən istəyirəm, bunu da mən yazdım. İstəyirəm ki, klub iştirakçılarına, yəni mən yoldaşlarım da buna fikir bildirsin, görək, yəni çox ağır mı hədəf seçmişik, yoxsa normal hədəf seçmişik? Məsələ mənli idi. Sufları qaldı, yığarım. Hada üstündən O dərsi mənli idi. Onu da mənli 20'sini de aldım. Bir dəqiqə. Videonu saxla. Klubun qoyduğu bu hədəf neydi? Bu hədəf sənin üçün ağırdır, yoxsa yəni elə bilə hədəfdir sənin üçün? Ya normaldır. Yəni bizim klubun qoyduğu 70 saatın üstü 2 dəfə, yəni normaldır. Yəni mümkünsüz deyil. Düzdür, hardasa çətinliyi var, amma mümkünsüz deyil. Yəni yığıla biləcəyi bir saatdır. Hazır verir. 40 dənə quşa. 40 dənə quşun belə bir hədəfimiz var. 40 dənə quşun 7 saatın üstü nəticə yığmağı. O da yəni mümkündür. Yəni 10 nəfər, 11 nəfər arasında bölünəcək bir saat. Yəni tək adamın üstünə düşmür. 11 nəfər iştirakçının əgər hamı uçursa təbii ki, istisnalar var. Ola bilər kimsə özürlü səbəbdən uçurda bilməz. Amma inşallah ki, hamı uçurdar. Əgər uçurdacağı təqdirdə, yəni 11 nəfər arasında bölünəcək bu belə deyək də 40 dənə quşun 7 saat üstü nəticəsi o da normaldır. Yəni mümkünsüzdür. 2 dəfə təbii ki, 2 dəfə. Amma bizdə belə bir şey var da yarışda ki, bizdə mən belə başa düşdüm ki, yəni qaydalardan, yəni qardaşların danışdıqlarından birinci protokol, yəni nəzəri olaraq sayılır. Yəni nəzər salınır belə bir şey. Əsas bizdə ikinci protokoldur. Yəni çünki ikinci protokolda bizdə hər şey bəlli olur. Çünki Əkbərin də bayaq dediyi kimi ikinci protokolda hər şey yazılacaq. Az quşlar ikinci protokolda təyin olunacaq. Yarışçının yekun nəticəsi ikinci protokolda təyin olunacaq. Yəni belə çıxır ki, birinci protokol bir o qədər rol oynamır. Təbii ki, lazımdır, amma bir o qədər rol oynamır. Əsas rol oynayır təbii ki. O heç, amma yəni əsas bizə ikinci protokol lazımdır. İkinci protokol məsəl üçün mənim üçün Əkbər harda lazımdır? Mütləq. İkinci mənası yox. O heç o mən başa düşürəm, nə demək istəyirəm? Yəni mən birinci protokolda məsəl üçün uçurtdum 10 dənə quş. Belə deyirdim. Mən lap yaxşı saatlar da yığsam. İkinci protokolda eyni quşlar olmasa, eyni saatı və yaxud 7 saatın üstünü təkrarlamasa, onlar az quş sayılmır. Yəni ona görə də təbii ki, toplam saata dəxli yoxdur, sözüm yox. Az göyərsinə. Bizim hep qoyduğumuz 40 dənə hədəf kim var, ona ikinci protokol rol oynayır ki. Yəni ikinci protokola Əkbər məsəl üçün Osman belə deyir, hakim kimi açanda orada baxır. Əgər ikinci protokolda eyni quşlar yoxdursa, onlar az quşlar sayılmır və hesablanmır da belə deyir. Yəni, ona görə də yəni yarış gözəldir. Yarış yəni təyin olunub. Yəni biz də məsəl üçün bəyənib gəlmişik bura. Yəni qaydaları ilə olsun, qaydaların belə deyək də sərtləşdirilmiş olması və inanıram ki, getdikcə illərlə təkrar olunduqca mənə elə gəlir ki, bu qaydalar daha da sərtləşəcək. Yəni daha da təkmilləşəcək. Plus da yəni quşbazlarımız daha da təkmilləşəcək. Təbii ki, təkmilləşdirdiyi təqdirdə quşbazlarımız yəni lazımdır ki, qaydalar daha da sərtləşdirilsin. Çünki qaydaların sərtləşdirilməyi quşbazın inkişafı deməkdir. Yəni özü özlüyündə inkişafı deməkdir. Yəni yaxşıdır. Qardaşlara da hamıya uğurlar arzulayıram. İnşallah hamı gözəl nəticələr yığar. Yəni hamınız mənim əzizimsiniz, hamınızın xətrini istəyirik, hamınız dostumsunuz, qardaşımsınız. Düzdür, meydanda rəqib də olsa, amma hamınıza uğurlar arzulayıram qardaş. İnşallah hamınız yaxşı, ürəyiniz istəyən nəticələri yığarsınız. Eyvasa nə deyə bilərsən? Hədəf olaraq çətin bir hədəf deyil. Yəni belə nətər deyim, keçirilən yarışlara nisbətən baxırsan ki, belə 73, məsələn, uçurulan quşlara baxırsan ki, hədəf olaraq çətin. Amma orada, belə deyək də, quşbazın həmin ilə hazırlığına çox şey asılıdır. Yəni, bir də havaların stabil qaydada keçməyi. Havalar normal, stabil qaydada. Yəni, məşğul olsun. Hasant, çox demirəm də çətin bir şeydir. Hasant bir şeydir. Yəni, başqa bir ölkələrə baxanda görürsən ki, 90 saat, 100 saat, 120 saat, məsələn, 1 saat, 60, 65, 70 saatı deyəndə bizə çətin gəlir. Yəni, ola bilər ki, həmin günü sən o saatı yığmayasan, ola bilər də, indi quş uçurdarsan yığmayasan. Amma normal bir hədəfdir də. 7 saat üstü də ki, valla, gözəl bir şeydir. Və bir şey də vurğulayım ki, Sərxan, deməli, bizim klubun əsas qaydalarından biri bir quşun 2 dəfə uçurulmağıdır və quşbazın bir sezon ərzində, sezondakı bəllidir də iyun ayından başlayır avqust ayına qədər.
yəni 3 ay görürük də belə iyun, iyul, avqust. Bu 3 ay ərzində belə deyək də 2 dəfə quş uçurdumağıdır. Bu da onu sübut eləyir ki, şəxsən mənim üçün quşumuzun və quşbazlığımızın təsadüfi olmadığını. Əgər bir quşbaz 2 dəfə uçurdursa, bir dəfə təbii ki, göstərə də bilən var, göstərməyə də bilən var. Amma çalışıb 2 dəfənin ikisini də göstərmək lazımdır. Və 2 dəfənin ikisində də nəticəsi gözəl olan, nəticəsi yəni ürək açan və yaxud oxşar, məsəl üçün birində 65 yığar, birində 80 yığar, 68 yığar və yaxud ola bilər ki, birində 73 yığar, birində 78 yığar və yaxud belə qarşılıq deyirəm mən. Əgər bu formada yığa bilən iştirakçı təbii ki, bu professionallar siyahısında, yəni az quşbaz, az quş siyahısına düşür onun quşları da, quşbazlığı da. Yəni deməyim odur ki, 2 dəfə uçurmağın gözəl cəhəti odur ki, quşlarımızın gücünün və quşbazlığımızın təsadüfi olmadığının sübutudur. İnşallah ki, çalışıb, yəni şəxsən mən çalışıram ki, bunu göstərə bilim. İnşallah. Xeyr, sən nə deyə bilərsən? Salamlayıram. Qrup hədəfi ilə bağlı. Şimdi maşallah gözəl sözlərin hamısı deyildi. Mən inşallah istəyirəm tutuşla, hazırlığımla sözüm elə tutu meydanda deyim. Belə qalan gözəl sözlərin hamısı deyilir. Sözsüz, yəni hədəf ağırdır, çətindir, bunu bilmək istəyirəm. Hədəf əlbəttə ki, çətindir. İndi deyiliş var, bir də meydan tutmaq var. Asan desinə yoxdur. Əsas o da hazırlıqdır, hazırlıq görməkdir. İnşallah biz də hazırlaşırıq, yaxşı hazırlaşırıq. Sözüm bu qədərdir. Ağsaqqal kimi də Əzqaram da sağ olsun. Bizim qrupumuza bizə nəzarət edir, bizi sözdən qaydalarımıza kömək edir hardasa. Qaldı hər şey qaydasındadır. İnşallah hazırlıq göstərəcək hər şey. Təşəkkür. Sərxanlar istəyirəm klubun hakimi olaraq Osmanlı, sən də 2026-cı il Askersin klublarında hakimlərdən biri sənsən də. Bu yarışlarda gözləntin nədir? Bir nə ətraflı məlumat verərsən zəhmət olsun. Öncəliklə hamını salamlayıram. Hamı bütün qardaşların Allah hamısı malına, mülkünə bərəkət versin. Bu qrupu seçməkdə məqsədim mən 3 ildir, 4 ildir hakimlik edirəm. Gəzirəm, görürəm. Və görürəm ki, bəzən bəzi adamların qapısında bir quş 7 saat da uçur. Ya baxırsan ki, iştirakçıdan soruşursan, deyir, yox, mənim quşum getdi, yarışa quş tutmayacam, sabah uçurdu, nəticə göstərir. Yəni, o şeyləri gördükdən sonra və mənim bu qrupa qardaşlar baxıb, bəyənib, hakim olaraq gətirib qrupa. Və mən bu qrupda onu deyirəm ki, bu qrupda 2 dəfə uçurdacaqlar və bu 2 dəfə uçurtmağın ən birinci bura gəlməyimin 2 dəfə uçurtma səbəblərindəndir. Həmçinin dostlardır, qardaşlardır. Allahdan istəyirəm, Allah hamısı malına, mülkünə bərəkət versin, quşlarına bərəkət versin. Allah heç bir qardaşın əziyyətini yerdə qoymasın. İnşallah yaxşı nəticələr olsun. Və bir də burada özəlliklə 3-4 dənə qardaş hamısına və özəlliklə 3-4 dənə qardaşa çox-çox təşəkkür edirəm. Çünki mənim hakimliyimdə və diqqət ediblər, baxıblar bütün yəni blogerə də, hakimə də. Ona görə bizi seçdiklərinə görə həmən qardaşlara çox-çox təşəkkür edirəm. Allah bərəkət versin, inşallah yaxşı nəticələr görəcəyik. Buradan bir dənə də söz deyim. Deməli, yarışlar başlayanda şəxsən Osmanla sənin, yəni çəkilişlərdə, yəni məsələn, bloger var ki, deyər quş gəlir, mənə neyimə lazım ancaq quşu çəkmək mənim boynumun borcudur. Şəxsən sənin, Osmanın quşların tapılmasına, göstərilməsinə, yəni həqiqətən gözümüzlə şahid olmuşuz, çox fəal iştirak eləmişsiniz, həqiqətən quşları bir-bir tapıb göstərmişsiniz. Hələ yarış var ki, yarış iştirakçılarının çoxsu məsələn quşa fikir vermir ki, quş məsələn hardadır, nətərdir, amma neçə yarış olub ki, özüm gəlib çıxmışam. Hətta bir ikisini də misal çəkə bilərəm ki, Əkbərlə qalada biz quşları çətinliklə göstərdim bizə yerinə ki, var 2-1 uçur, 1-1 uçur, bunlar quşları dəqiq yerinə. Mənə bir dənə də belə bir sual verdilər ki, yarışda 66 saat yarım yığanda ki, yarışlara niyə gedmirsən də, məsələn, baxmırsan, ədat. Dedim ki, şəxsən Osmanla Sərxan oradadırsa, mənim üçün hələ ədalətli bir şəxslər oradadır. Yəni, qardaşlar hamısına inamım var ha. Çünki orada olan hakimlərin ədalətinə inandığıma görə, yəni ehtiyac yoxdur da, durum gedim, baxım ki, yarışda hansısa bir, məsələn, dəqiqə olar, ya saniyyələr, quşun gəlişində, ya inişində bir problem yaranar. Şəxsən, məsəl üçün, belə dəqiqliyinə inanam ki, sizin ədalət üzrə də, ya bir quşun hansı, olar indi insanıq bir quş gələr gözündən yayınar, amma
dəqiqliğinəcən quşun göydən çıxıb yerə enməsinəcən şəxsən şahid olmuşam ki, bir dənə quşu buraxmamısınız. Yəni mən də bir şey əlavə eləmək istəyirəm bu Osman barəsində. Yəni şəxsən mən özüm onun dəfələrlə yəni şahid olmuşam ki, yəni görsəməyən quşu, yəni mən görmürəm, məsələn quşbazlar həyətdə görmür, amma Osman onu görüb tapır. Və bir şey xoşuma gəlir ki, yəni hakimlik eləyəndə hakimlik eləyir, yəni yerindən tərpənmir. Hətta yemək vaxtı olanda belə durub gedib, yəni yerini qoyub, belə deyim də post deyirlər də, postu qoyub gedib başqa işlə məşğul olmur. Axıra qədər, uçuş başlayandan axıra qədər oturub izləyir quşu. Və bir şey əlavə edəsi, Respublikada 3 dənə quş tapan adam varsa, onlardan biri Osmandır. Yəni bugünkü gündə onun bizim qrupa seçilməyinin əsas səbəblərindən biri odur. Özü dostumuzdur, qardaşımızdır. Amma hakim kimi seçilməyin səbəbi yəni odur, ən başlıcası. Mən də əlavə eləmək istəyirəm bu hakimlər barəsində. Mən demək 2020-dən qabaqçı illərdə də, sonraki illərdə də çox yarışlarda iştirak eləmişəm. Müəyyən yarışlarda hakim kimi də olmuşam, müəyyən yarışlarda iştirak kimi də olmuşam. Mən tək Osman demərəm, həm Osman, həm Sərxan deyərəm. Sərxan baxmayaraq ki, bu il bloger idi. Mən çox bəyəndim onun hakimliyi, hakim kimi daha doğrusu. Və bu Asgöyərçinlər klubu yarananda, belə bir fikir olanda, mən 2 nəfəri, yəni Osman və Sərxanı, yəni hakimliyin, məsələn, Davrosun alandan sonra bu qrubu qurmağı fikirləşdik. Çünki onlar olmasaydı, bu hakim baxımından çox çətinliklər olardı. Həm quş tapmaqda, Sərxanın da mən quş tapmağı neçə yerdə görmüşəm, həm də düzgünlüyündə, həmçinin Osmanın da. Ona görə Asgöyərçin klubuna elə belə hakimlər yaraşan hakimlərdir. Demirəm, digərləri də sağ olsunlar, indiyə kimi kim nə əziyyət kəsib, nə bilim kim nə eləyib, nə iş görüb, hamısına Allah razı olsun, Allah köməyi olsun. Amma yəni mənim daha çox bəyəndiyim hakimlər məhz elə indiki Osmanla Sərxandır. Allah razı olsun.